gibi. Akakçeli dedi bunu. İle Çarşabalca dedi bunu. Akındov dedi bunu. Ve bu günlerde biz etnik separatçılıktan əziyyət çəkirik. Erməni millətini ki, onun mədəniyyətinin aşağılığı başqa mədəniyyətlərin üzerine gelmeye imkan verir. Hem Gürcü üçün problem yaradırlar, hem Azərbaycan üçün problem yaradırlar. Azərbaycanın ərazisini zəbt ediblər öz baş bilənləri Rus imperiyası tərəfindən. O cümleden Gürcistan'da da ben onu diqqətlə izləyirəm, problemler yaratmaq, böyük Ermənistanın içərisine aparmaq kimi bəzi niyyətlər var. Ama Gürcü milləti böyük mədəniyyətə, böyük zəngin tarixə, büyük aile, büyük temellere malik olan, özüne məxsus bir millettir. Öz dili olan, öz əlifbası olan, dostluğunu çok seven, dostluğa sədaqətli olan ve her zaman Türklerle, Orçalı Türkleriyle dost olan bir millettir. Ve ona göre çok medeniyeti var olsun. Ona göre çok bizim medeniyeti değerlendirir. Saakashvili'nin çıkışından bir stat yatıracağım. Dedi 200 yıl bundan önce bize dediler ki düşmanlarınız Türktür. Yüzümüzü tuttular bu tarafa, Rus imperiyası tarafa. Ve Gürcistan burada çok şeyler getirdi. Ama tarih gösterdi ki Türk bizim düşmanımız olmuyor. Ve olmak için de değil, yoktur. Ve Orçalı Türklerde Gürcistan devletçiliğine her zaman dayaktır. Ve her zaman dayak olacak. Ve Gürcistan'ı parçalamak isteyenlere bir örnek olacak. Ve cesaretle deyirəm, yakın bir ile biz o iddiamızı koyacağız ortaya ki Orçalı Türkleri sizden icma olarak, millazlık olarak Gürcistan'ı parçalamak isteyen Cənubi Osetiya ve Abxaziya separatçılarıyla Gürcistan Milli Hakimiyyətinin, Mərkəzi Hakimiyyətinin arasında bahsedici olacaq. Bu misya şərəfli misyadır. Bunu biz eləyəcəyik. Etnik, ayrı-ayrı etnosların, ayrı-ayrı mədəniyyətlərin bir yerde yaşamasının temelini Orçalı Türkler koyacak ve Gürcistan'ı biz güçlendireceğiz. Gürcistan bizden zayıflamayacak. Gürcistan bizden güçlenecek. Gürcistan güçlenecekse biz güçleneceğiz. Biz güçlenecekse Gürcistan güçlenecek. Ama bazı halda bunu başka tür değerlendiren de var ki deməli hansı bir formada olsun problemler yaratmak, nelerdense yanlış olan bir ənənəni davam etdirmək meyilində olanlar da var. Ben onu təşkil edirəm. Biz Sovetin qoyduğu problemləri oradan qaldırmalıyız. Biz Rusya'ya karşı Gürcistan'da çok ciddi, açık bir tezisle bir proses gelir ona göre ki etnik separatçılığı körüyle destekleyen Rusya'dır. Ve o Rusya'nın kaynağından kurtarmak istiyor. Ve onun Saakashvili Azerbaycan parlamentinde cesaretli, müdrük, iradeli, ağıllı, tarihi məntiqə söykənən, mədəniyyətə söykənən möhtəşəm çıxış almışdır ama. Ve o Azerbaycan'da dedi ki babalarımız hansı yolu koyur, o yoldan çıkanlar bizlik değil. Ben tercümesini yani obrazlı diye belə götürürüm. Babalarımız çok mükemmel yol koyur. Eğer Jordaniya ve Mehmet Emin Resulade bir yerde, bir otaqda Azerbaycan'ın Gürcistan'ın müstəqilliği hakkında beyanname imzalayıblarsa ve bir yakın dost olublarsa, faciət həyatını bir yerde yaşayıblarsa, deməli bizim səhv eləməyə ixtiyarımız yoktur. Gürcistan ve Azerbaycan bir yerde olmalıdır. Gürcistan ve Azerbaycan'ın düşməni de birdir, dostu da birdir. Gürcistan ve Azerbaycan Avro-Atlantik məkana geçmelidir, Avropa integrasiya eləməlidir ve bütün sahilerde dostluk berqərar olmalıdır. Ben indi sizden bir sual edeceğim, ay benim Eloğullarım. Kendinizin adı nedir? Ucadan diye. Ucadan diye. Ben evet yani bana diyorsun bunu eşidir. Yani bu meselelerini biz halledeceğiz. Ben Gürcü dostlarım bu meselelerini halledecek ki 20 yıl vakit geçirdi. Onu uzatma olmaz. Bu kardeşliğe töhfə verir. Min illərdir bu adla yaşayan kəndin adı. Yani Allah inşallah onu deyəsin. Rusların qoyduğu adları dəyişir. Rusofillerin qoyduğu adları dəyişir. Amma bu milletin tarixi adları dəyişir. Görürsünüz, hamı bir adına faxralıdır, eş olsun sizlere. Ve benim dostum Adana Yosif'də, Saakashvili'də, Havid Firkizade'də bunları görürlər, bilirlər. Bana elə gəlir ki, bir balanı zaman kəsiydi ki, gəldim elə
şehirler yaratması, problem əlini tapacaq. Biz o taxralının adının geri qaytarılması təntənəsi də yaşayacağıq. Mən hamınızı Borçalı cəmiyyətinin mən Gürcü dostlarıma, mənim dostumla tərcümə edir, orada çox təşəkkür edirəm. Borçalı cəmiyyəti əslən Gürcistandan olan ziyalıların birləşdiyi, o cümlənin Gürcistanı sevən inteligensiyanın birləşdiyi bir təşkilatdır. Açıq şəkildə deyirəm, Borçalı cəmiyyəti Gürcistanın Bakıdakı, Azərbaycandakı diasporasıdır. Gürcü siyasiləri bunu belə qəbul eləməlidirlər. Biz öz dövlətimizə, milli dövlətimizə, Gürcistanı mən özümə milli dövlət hesab edirəm. Milli dövlətimizə ayaq olmaq istəyirik. Onu güzəldirmək istəyirik. İki millətin inteligensiyası bir yeri birləşdir. Biz iki dövlətin arasında, iki mədəniyyətin arasında körpü rolunu oynamaq istəyirik. Və bizim aramızda üçüncü qüvvə girməsin, yaz qüvvələr girməsin. Və biz bu yaz qüvvələrdən qorunmalıyıq. Açığı mən sizə deyim, Toruz bayramdır, müqəddəs bir bayramdır, bunları da deməliyik. Elimiz üçün müəyyən təhlükələr də gözlərilə bilər. Gürcistan NATO'ya gedir. Ola bilər Azərbaycandan biraz qabaq gedir. May ayında Gürcistanın NATO'ya integrasiyasıyla bağlı ciddi qərar qəbul olunmalıdır. Çox ciddi qərar qəbul olunmalıdır. O ərəfədə Gürcistanın düşmanları fəallaşacaqlar. Biz bir nəfər kimi o düşmanlara qarşı yumruq kimi birləşməliyik və Gürcistanı qorumalıyıq. Gürcistanın mükəmməl olan, təngil olan Avropa mədəniyyətinə, Avropaya integrasiya olunmasında yardımcı olmalıyıq. Ona görə ki, bizim ölçümüzdür. Sizlərin də bir güzaranı Avropada gözəl olacaq. Avropa Gürcistan Avropaya getirəcək. Avropanın mədəniyyəti, müdahilə etmə sistemləri bura gələcək. Və biz Borçalı cəmiyyəti bunun tərəfdarıdır. Bizdən üzümü tuturam bu bayram günü Gürcü dostlarıma. Çəkinməsinlər, bizdən əməkdaşlıq eləsinlər. Bizim əməkdaşlığımız regionda sülh və əmin-amanlığın bərqərar olması üçün ən böyük töhfə olacaqdır. Elin gücünlə Borçalı cəmiyyətinin Bakıda olan, fəaliyyət göstərən, artıq Avropada, Rusiyada və özəkləri olan təşkilatın separatçılıq niyyəti o ömür boyu olmayıb və separatçılığı qətiyyətlə lənətləyib və lənətləyəcəklər. Və biz bugünkü bayram münasibətiyle hem de Gürcü kardeşlerimizi təbrik edirəm. Bu bayramı, dövlət bayramı etdikləri üçün təbrik edirəm. Azərbaycan türkünə, Borçalı türkünə saygı nümunəsi göstərdikləri üçün təbrik edirəm. Demokratiyanın yüksək dəyər olduğunu sübut etdikləri üçün təbrik edirəm. Və bir mükəmməl bu nümunədir ki, Gürcü elitası öne çıxıb, biz gururla deyirik ki, demokratiyanı bayram tutublar, biz ise mübarizə aparırıq. Azərbaycanda ağır mübarizə aparırıq. Azərbaycanımız demokratikləşdir və inşallah demokratikləşəcək. Mənim dostum Mişanın Azərbaycan parlamentində dediği tezisler həyata keçəcək. Biz bir olacağız, beraber olacağız, güc olacağız və bütün zorlukları aşacağız. Demokratik dünyanın ağzı vasitəsi olacaq. Hamını təbrik edirəm. Allah bu milləti korusun. Allah patronu korusun. Allah Gürcü xalqını korusun. Allah Gürcü dövlətini korusun. Allah Gürcü Azərbaycan dostluğunu korusun. Var olun. Sağ olun. Təbrik edirəm.